Hər vaxtınız xeyir olsun Vəfa, sizi və izləyicilərimizi salamlayıram. Bakıda silahlı insident baş verib, hadisə İdrak liseyində olub və belə deyim ki, hadisə məhz liseyin qarşısında baş verib. 10-cu sinif şagirdi müəlliməsini odlu silahla güllələyib və məhz Binəqədi rayonu ərazisində təhsil müəssisəsində qeydə alınıb. Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb, dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir. Liseyin rəhbərinin açıqlamasına görə Mövsüm Alışov bildirib ki, hadisənin ehtiyatsızlıqdan baş verib və şagird silahı məhz atasını götürərək liseye gətirib və liseyin qarşısında müəllimini güllələyib, müəllimənin vəziyyətinin isə ağır olduğu bildirilir. Məlumatlar yeniləndikcə biz sizə təqdim edəcəyik, ancaq bu saatda çatdıracaqlarımız bundan ibarət idi. Bir neçə dəqiqədən sonra yeni informasiyalarına qarşınızda olacağıq. Təşəkkür edirik Hülya. Çox sağ olun ətraflı məlumata görə. Bir daha vurğulayım ki, Binəqədi rayonu ərazisindəki İdrak liseyində şagird öz müəllimini güllələyib. İndi bizim əməkdaşımız da bu məlumatı, bu informasiyanı bizimlə bölüşdü ki, ehtiyatsızlıqdan olub, amma ehtiyatsızlıqdan tüfəngi İdrak liseyinə necə